Salam hər kəsə, hər birinizi xoş gördük. Mən Fes Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Mürsalov. Bu videoda sizinlə imtahan sualının izahını paylaşacağım. Təbii ki, kurikulumdan. Onu da qeyd edim ki, bu imtahan sualı 14 iyul 2026-cı il MİQ imtahanında qarşınıza çıxıb, yəni bugünün tarixində. Sualımız belədir. Güllərin gecə-gündüz suvarılması prosesini avtomatikləşdirmək üçün proqramlaşdırma dilindən istifadə edərək proqram tərtib edin. Bəli, biz görürük ki, burada sırf hansısa hazır bir proqramlaşdırma dilindən istifadə edəcəm və proqram tərtib edəcəm. Yeni heç nə yoxdur, yeni bir ixtira olmadığına görə, yeni bir məhsul olmadığına görə bu proqram dilindən olan, proqramlaşdırma olan dilindən bildiklərimi, başa düşdüklərimi tətbiq edərək proqram tərtib edirəm. Yəni onları icra edirəm, istifadə edirəm. Ona görə cavabımız olur C bəndi tətbiq etmək mərhələsi. Digər sualların da izahını istəyirsinizsə mütləq kanalıma abunə olun, videomuzu bəyənib paylaşmağı unutmayın.